Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 3 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. Qəzetimizin ilk səhifəsində Almaniya prezidenti Frank-Walter Steinmeierin Azərbaycana rəsmi səfəri başlığı ilə yazılar yer alıb. Rəsmi qarşılanma mərasimi aprelin 2-sində Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeierin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya prezidentinin şərəfinə fəxri Qaravul dəstəsi düzülüb. Daha sonra isə Azərbaycan prezidenti İlham Əliyevin Almaniya prezidenti Frank-Walter Steinmeier ilə təkbətək görüşü olub. İkinci və üçüncü səhifəmizdə isə Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər başlığı ilə yazı dərc edilib. Aprelin 2-sində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeier mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. Dördüncü səhifəmizdə isə Almaniya prezidenti Frank-Walter Steinmeierin Azərbaycana rəsmi səfəri ilə bağlı verilmiş başlıqları sizə təqdim edirik. Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər. Almaniya prezidenti Frank-Walter Steinmeier şəhidlər xiyabanını ziyarət edib, Almaniya prezidenti İçəri şəhərlə tanış olub, son olaraqsa səfər başa çatıb. Azərbaycan Respublikası prezidentinin fərmanı isə 5-ci səhifəmizdə yer alıb. O cümlədən bu səhifədə Prezident İlham Əliyev və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdirini qəbul edib başlıqlı yazı yerləşdirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 2-sində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liu Tizyançonu qəbul edib. Qəzetimizin 6-cı səhifəsində Azərbaycan Respublikasının prezidenti zat aliləri cənab İlham Əliyevə dövlət başçılarının Ramazan bayramı münasibəti ilə səmimi təbrikləri yer alıb. 7-ci səhifəmizdəki Ulu Öndərin KÜS səfəri erməni fitnəkarlığının önünə dəmir sədd başlıqlı yazıda bildirilir ki, Azərbaycan daima sülh danışıqlarına sadiq qalıb. Konfliktin beynəlxalq hüquq çərçivəsində həllini tapması üçün çoxsaylı diplomatik təşəbbüslər irəli sürüb. Lakin Ermənistan siyasi arenası bütünlükdə riyakarlıq və geostrateji oyunlarla müşayiət olunurdu. Bu kontekstdə 2001-ci il aprelin 3-də ABŞ-ın Florida ştatında keçirilən KÜS görüşü xüsusi əhəmiyyət kəsb edirdi. Ümummilli lider Heydər Əliyevin ABŞ eşgüzar səfəri 14 gün davam edib. Səfər çərçivəsində 3-6 aprel tarixlərində keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fasiləsiz olaraq 4 gün danışıqlar aparılıb. Azərbaycan-Çin strateji tərəfdaşlığı, qlobal cənubda konsolidasiya və əməkdaşlığın təşviqi başlıqlı yazı isə 8-ci səhifəmizdə dərc edilib. Aprelin 2-sində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan-Çin strateji tərəfdaşlığı, qlobal cənubda konsolidasiya və əməkdaşlığın təşviqi mövzusunda konfrans keçirilib. Tədbirdən əvvəl YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyə Həmzəyevanın ötən il Çin Xalq Respublikasına səfər təəssüratlarından ibarət rəsm əsərləri nümayiş olunub. 9-cu səhifəmizdə günün siyasi nəbzi tutulub. Bu səhifədə strateji tərəfdaşlığın perspektivləri, genişlənən iqtisadi, siyasi əməkdaşlıq başlığı ilə Azərbaycanın-Almaniya əlaqələrinə yer verilib. Azərbaycan təkcə qonşu ölkələrlə deyil, Avropa, Asiya, Amerika və Afrika dövlətləri ilə də ikitərəfli və çoxtərəfli formatda uğurlu əlaqələr quraraq siyasi, iqtisadi və mədəni əməkdaşlığı genişləndirir. O cümlədən Almaniya və Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında inkişaf edir. Tarixən Avropanın iqtisadi nəhəngi və Cənubi Qafqazın enerji mərkəzi olan bu iki ölkə siyasət, enerji, ticarət və mədəniyyət sahələrində sıx əməkdaşlıq qurub. Qəzetimizin 10-cu səhifəsində də Almaniya Federativ Respublikası ilə bağlı əhatəli bir yazı dərc edilib. Avropanın mərkəzində Şimal və Baltik dənizləri sahillərində yerləşən Almaniya Federativ Respublikası, şimalda Danimarka, şərqdə Çexiya və Polşa, cənubda Avstriya, İsveçrə, cənub-qərbdə Fransa, qərbdə Belçika, Niderland və Lüksemburqla həmsərhəddir. Almaniya dünyanın 4-cü ən böyük iqtisadiyyatına malikdir. Sənaye və texnologiya sahəsində öndə olan bu ölkə avtomobil istehsalı, kimya sənayesi və mühəndislik sahəsində də liderdir. 11-ci səhifəmiz aprel döyüşlərinə həsr olunub. Bu səhifədə 4 günlük aprel qələbəsindən 44 günlük tarixi zəfərə, aprel döyüşlərindən şanlı zəfərə, Dədətəpədən Şuşaya qələbə yolu başlıqlı yazılar dərc edilib. Sözgedən son yazımızda bildirilir ki, 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq hüququ və atəşkəs rejimini pozaraq
Azərbaycan mövqelərini və mülki əhalini ağır artilleriya atəşinə tutdular. Bu düşmən qüvvələrinin planlaşdırılmış geniş miqyaslı təxribatı idi. Azərbaycan ordusunun bölmələri düşmənin təxribatlarının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün dərhal operativ və adekvat tədbirlərin görülməsi barədə tapşırıq aldı. Ordumuz sürətli və dəqiq zərbələrlə düşmənin cəbhə xəttindəki mövqelərinə sarsıdıcı zərbələr endirdi. Həyata keçirilən əks hücum əməliyyatları nəticəsində düşmənin ön xəttdə və dərinlikdə yerləşən canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Keçmiş köçkünlərə deyirdim ki, onlar doğma torpaqlarına qayıdacaqlar. Bu yazı isə 12-ci səhifəmizdə dərc edilib. Sarıcalı kəndinə ilk köç Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın martın 27-sində Ağdam rayonuna səfəri çərçivəsində olub. Qeyd edək ki, Azərbaycanın zəfər tarixi Prezident İlham Əliyevin qətiyyətli siyasəti və xalqımızın dəmir iradəsi ilə yazılıb. Qarabağ və Şərqi Zəngəzurun hər qarışı bu tarixin canlı şahidinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri artıq ənənəvi xarakter alıb. 13-cü səhifəmizdə isə hadisələr kontekstində rubrikasında Fransanın davam edən neokolonializm siyasəti başlıqlı yazı yerləşdirilib. Emmanuel Macron bir neçə il əvvəl Parisin özünün hesab etdiyi ərazilərə seçki öncəsi turne zamanı Mayotta və Fransa əbədi birlikdədir, ölümə qədər deyə bəyan etmişdi. Dünyada müstəmləkəçilik siyasətinə qarşı hərəkatları hələ ötən əsrdə başlanılıb, lakin Macron hələ də illüziyalar aləmində yaşayır. Son zamanlar fransızların bir sıra Afrika ölkələrindən qovulması belə ona dərs olmayıb. Günün siyasi nəbzi 14-cü səhifəmizdə də tutulub ki, bu səhifədə Fransız elitasının seçki qutularını heçə sayması sağçı hərəkatlara meydan oxuma cəhdidir. Azərbaycanın sülhə dair 2 şərti. Ermənistan niyə razılaşmır? Hayastan üçün sülh nağıl, ədalət isə saxtakarlıq maskaradıdır. Başlıqlı yazılar dərc edilib. Əqidəsinə sadiq alim. Bu başlıqlı yazı isə 15-ci səhifəmizdə yer alıb. Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş akademik Heydər Hacı Nəcəfoğlu Hüseynov 1908-ci il aprelin 3-də qədim İrəvan şəhərində anadan olmuşdur. Heydər Hüseynov ictimai elmi fəaliyyətlə yanaşı milli kadrların yetişdirilməsində də xeyli işlər görür. Xüsusilə fəlsəfə məktəbinin yaranması məqsədi ilə Respublikanın bütün elmi potensialını səfərbər edir. Ətrafına bu sahədə fəaliyyət göstərə biləcək alimlər ordusunu toplayır. 1940-cı ildə SSR Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə Heydər Hüseynov elm və pedaqoji sahələri üzrə yeni kadrların yetişdirilməsində göstərdiyi səyə görə şərəf nişanı ordeni ilə təltif olunur. Bugünkü nömrəmizin son səhifəsi isə hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Beləliklə bizim sizə bugün çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.